Minbər televiziyasını izləyən dəyərli izləyicilərimiz, hər birinizin günü xoş, zamanı xeyirli olsun inşallah. Bugünkü hekayəmiz çox ibrətli və düşündürücü olacaqdır. 30 il bundan öncə ailə qurmuş bir cütlük var. Hər zaman xoş, güzaran içində yaşayırlar. Və aradan 30 il bir müddət keçdikdən sonra bunların paralel pəncərədən baxdığı zaman, paralel pəncərəsinə baxıldığı anda yeni ailə qurmuş bir cütlük ev olaraq ora daşınırlar. 30 il bundan öncə ailə qurmuş yaşlı insanlar səhər yerindən durandan sonra evin xanımı pərdəni çəkərək birbaşa qonşunun pəncərəsinə evinə baxır. Görür ki, gəlin paltarlarını yuyubdur və ipdən salıbdır. Və gəlib yoldaşına deyir ki, evin yoldaşına, yoldaşım deyir. O təzə ailə qurmuş insanlar, təzə ailə qurmuş gəlin paltarlarını yuyub salıbdır. Ancaq paltarlarını ağardıcıdan az istifadə edibdir və qaynatmayıbdır. İcazə versən gedib mən onlara paltarların nə cür yuyulması olduğunu deyirəm ki, qoy paltarları ağ olsun deyir. Evin yoldaşı xanımım deyir. Biz öz ailəmizin içinə olan problemlərlə məşğul olaq. Digər ailənin problemləri bizi maraqlandırmamalıdır deyir. Aradan 2-3 günlük bir zaman keçir. Xanım ev yerindən duran kimi pərdədən digər qonşuya baxır. Təzə ailə qurmuş ailəyə baxır. Baxıb görür ki, yenə də gəlin paltarları yuyubdur. Ancaq paltarların rəngi tam ağarmayıbdır. Gəlib evdə həyat yoldaşına icazə versən mən gedim onlara deyim ki, paltarlarını ağardıcıdan istifadə etsinlər və qaynatsınlar. Çünki paltarı çox kirlidir deyir. Evin bəyi xanımını dinləyir, xanımım deyir. Bir daha xatırladıram. Digər ailənin işinə qoşulmaq bizə uyğun deyil deyir. Yenə aradan 1-2 günlük müddət keçir. Xanım durur, birbaşa pərdəni çəkir, baxır görək gəlin paltarları nətər yuyubdur. Görür ki, bu dəfə gəlin paltarları çox gözəl bir şəkildə ağardıcıdan istifadə edərək yuyubdur. Gəlir yoldaşın yanına, deyir ki, əfəndim deyir, sən mənə icazə vermədin ki, gedim mən deyim paltarı nə ilə yusunlar deyə. Bax, kimsə onlara deyibdi və o gəlin də paltarını tərtəmiz yuyub. Kaş gedib mən deyərdim deyir. Onu səbirlə, sakit şəkildə dinləyən həyat yoldaşı bu cavabı verir. Xanımım deyir, o gəlin hər gün paltarlarını zaten təmiz yuyurdu. Sadəcə olaraq mən bugün evimizin pəncərəsini silmişəm. Pəncərəmiz kirli olduğu üçün sən qarşı tərəfində paltarlarını kirli görürdün. Əzizlərimiz, bəzən hər birimiz gözümüzdə tiri görməyib, nə yazıq ki, başqasının gözündə çöp axtarırıq. Allah bu cür hallardan bizləri qorusun. İlk öncə nöqsan axtarırıqsa, öz nöqsanlarımızı axtarmağa çalışaq. Baxın, Allah Rəsulü Həzrəti Muhammed Aleyhisselamın həyatına bir nəzər salsaq, Allah Rəsulü bir nöqsan gördüyü zaman belə deyərdi. Mənə nə olub ki, sizi belə görürəm. Əziz insanlar, ilk öncə düzəlməsi bizik və özümüzdən başlamalıyıq.